Kimisi oyun oynayır, kimisi təmiz havada gəzir, kimisi də piknik səbətini götürüb süfrəsini açıb təbiət qoynunda yemək yeyir, çay, qəhvə içir. Bu gözəl mənzərələr paytaxtın mərkəzi parklarındandır. Piknik zamanı əyləncələrini daha da faydalı keçirdənlər də az deyil. Elə məhz ətrafımda olan bu rəssam olmaq istəyən gənclər kimi. Onlar özləri ilə ləvazimatlarını gətirməklə əyləncələrini daha da faydalı edirlər. Bəs vətəndaşlar şəhərin səs-küyündən uzaqlaşıb piknik etmək üçün məkan seçərkən nələrə diqqət yetirirlər? Uşaqlar olan şəraitinə, havasına, gözəlliyinə, təbiətinə diqqət edirəm, çiçəklərinə, daha əyləncəli şeylərin olmasına, ondan sonra ehtiyatlı olmasına. Məsələn, burada çox yaxşı hər şərait var. Əsasən mənzərəsinə, görünüşünə, havasına diqqət edirəm. Rəfiqələrimlə gəlmişəm, piknik eləməyə, özümlə gələndə yüngül yeməklər gətiririk. Ailəm, mamam gətirdi, mən dedim gətirdi bura. Yəni özləri istirahət edirlər, biz də istirahət edirik. Burada dostlarımızla oynayırıq, çox əyləncəliyik. Havanın təmizliyinə, məsələn, maşın yolundan biraz uzaqdadır, ətrafın gözəlliyinə, təmizlik də özümüzdən asılıdır. Özümüz təmiz saxlamalıyıq ki, təmiz də olsun. Gələrkən özümüzlə yüngül qəlyanaltılar götürürük ki, yüngülvari uşaqlar yesinlər. Mütəxəssislər piknikə ərzaq məhsulları apararkən müəyyən məqamlara diqqət yetirməyi məsləhət görürlər. Ağır, yağlı, qızartma yeməklər götürmək tövsiyə olunmur. Meyvə və tərəvəzlərdən istifadə eləmək olar və ya ev şəraitində buterbrodlar, sendviçlər hazırlamaqla piknikdə bu cür qida məhsullarının istehlakı tövsiyə olunur. Eyni zamanda müxtəlif çərəzlərə, qoz fındığa üstünlük verilə bilər. Çörək olaraq isə tam taxılı çörək məhsullarına üstünlük verilməsi məsləhətdir. Həmçinin bol mayı qəbul etmək və təbii meyvə şirələrindən istifadə də mütləqdir. Təbiət qoynunda istirahətə gedərkən xüsusilə təmizliyə riayət olunmalı, manqal yandırmaq və ya samavar qaynatmaq üçün uyğun yerlər seçilməlidir. Bu yerdəki santexniki qovşaqlar varsa, su varsa, zibil qutuları varsa, orada rahatça piknik eləmək olar. İstifadə elədiklərini tullantı halına gəldiyində küçəyə buraxıb getməsinlər, zibil qablarına buraxsın. Park dediksə, park nədir? Ağac olan yerdir. Park olan yerdə ağac yana bilər. Əgər elə yerlərdə samavar yandıranlar, deyək ki, yer varsa, kebab çəkən insanlar, manqalların, ocaqların quran insanlar getmədən onları şuurlu şəkildə, diqqətli şəkildə söndürməlidirlər, sonra getməlidirlər. Yoxsa bilirsiniz, məsələn, Bakıda, Sumqayıtda hər an külək qalxa bilər, o külək vasitəsindən köz qalxar, deyək ki, parkda yanğına səbəb ola bilər. Bütün bu qaydalara riayət etmək həm də təhlükəsizliyimiz üçün çox vacibdir. Bir sözlə, istirahəti elə etməliyik ki, flora və faunamıza zərər vurmayaq. Eyni zamanda piknik məkanlarını özümüzdən sonra gələnlər üçün təmiz saxlamalıyıq. Xoş istirahətlər diləyi ilə Aydan Əliyeva, Elçin Tağıyev, Çinarə Vaqif, Telesəhər.